Və burada bir məsələ də var. İkinci, üçüncü dərəcəli varikoseli əgər 1 ildən yuxarı olursa, eyni zamanda bunlar cinsi zəifliyə də gətirib çıxara bilər. Nəyə görə? Çünki bu xayada temperatur qalxırsa, yəni 35-dən yuxarı qalxırsa, xaya qızırsa, orada təbii ki, testosteron əmələ gəlmə prosesi də pozulur və bunun nəticəsində təbii ki, insanlarda cinsi zəifliyin baş verməsi mümkün olur. Ona görə də belə hallarda birinci nə etmək lazımdır? Ümumiyyətlə buradan hamıya müraciət edirəm. Kimlər ki, yəni kişilərdən söhbət gedir. Kimlər ki, müxtəlif suallar verir. Ay xayamda belə ağrı oldu, solunda ağrı oldu, sağında ağrı oldu, yuxarısında ağrı oldu. Belə sualları verməyə ehtiyac yoxdur. Yəni xayada ağrı varsa, narahatçılıq varsa, şişkinlik varsa, dərhal uzi elətdirmək lazımdır. Uzi Doppler. Ümumiyyətlə, xaya çox zərif orqandır, çox da təhlükəli orqandır. Yəni, xayadakı problemlərlə zarafat eləmək olmaz. Ona görə problem varsa, əmələ gəlibsə, keçmirsə, dərhal bunu uzi eləmək, gözləmək mövqeyində durmaq lazımdır. Gözləyərsiniz, daha da vəziyyət pisləşər. Bir dənə uzi Doppler eləyirsən, yəni səbəbi bilirsən də, burada nədir problem? Uzi Doppler eləyəndən sonra, uzi nədir, Doppler nədir? Uzi, yəni, xaya qışalarının ultrasəs müayinəsidir. Göstərir ki, orada xayada nə dəyişiklik var. Ora xayanın içində çoxlu, belə deyək də, qışalar var da, örtüklər var. Xayanın öz toxuması var, örtükləri var, nə bilim, orada xaya artımları var. Yəni, çoxlu orada quruluşlar var da, yəni o xayanın özü çox mürəkkəb bir quruluşa malik olan varlıqdır. Və bu uzu ilə bu həkim buna baxır, təyin edir ki, nədədir problem? Damarların problemini isə Dopplerlə təyin olunur. Bu Dopplerdə bir xaya damarlarının işini öyrənən bir müayinə üsuludur və bununla təyin olunur ki, sizdə varikoseli varmı, yəni damar genişlənməsi, varsa neçənci dərəcədir, orada reflüks varmı, yəni geri qayıtma, ona valsal sınağı deyirlər. Yəni insan gücənir, gücənəndə həkim yoxlayır, görək qan geri qayıdırmı? Yəni qanın geri qayıtması çox pis əlamətdir. Yəni bu mövcud olan varikoselinin ağırlığını göstərir. Belə bir şeydir. Yəni bunun ilkin dərəcələrində, birinci dərəcədə